bir tarixdə xalqımız yaşayıbdı ki, o tarixdə SSR dövlətinin dövründə olubdu. Komünizmi, sosializmi, bu ideyalarla yaşamışıq və 70 il təxminən bir dövr, bir insan ömrü qədər bir ateist hakimiyyəti dövründə yaşadıq və gördük. Və özünüz də yaşayan ağsaqqallarımız da var həmin dövrdə. Yəni bir hakimiyyət idi ki, müsbət tərəfləri də var idi, mənfi tərəfləri də var idi və xalqımız həmin hakimiyyət dövrləri ki başlayanda nə qədər bizim tanınmış insanlarımız qətlə yetirildi və bilirsiniz ki, nə qədər onların elə Sibirə sürgün edildi. Bu xalqımızın bir məzlumiyyəti idi ki, o dövrdə tanınmış insanları aradan götürdülər və özlərinin istədikləri fikri Marksizmi, Leninizmi ideyalarını gətirdilər və Lenin kimi yaşamalı, Lenin kimi oxumalı, Lenin kimi işləməli bir şüarı ilə bizə 70 il bir dövlətlə məcbur elədilər ki, biz yaşayaq. Həmin dövrdə də ki, bir ideya nə idi? Dini aradan aparmaq, Allah dinini qadağan eləmək, amma zahirdə güya ki, azadlıq idi, heç də belə deyildi və fikir azadlığı yox idi. Məsəl üçün, bir insan müəyyən sözü deyə, müəyyən fikri olmaz. Komünist partiyası ateizm. Bununla bir ömür yaşadıq və nə qədər ruhanilərimizi şəhid elədilər. Hətta evimizdə Qur'an saxlamağa qorxduq. Ağsaqqallarımız bilirlər. Qur'an olanlar aparıb onu torpaqda gizlətdilər. Mənim şəxsən yadımdadır ki, 71-72-də nə qədər axtarırdım, mən bir dənə Qur'an tapırdım. Babamın da Qur'anı var idi, onu bir nəfər gəlib almışdı, daha qaytarmamışdı. Gedib bir nəfərin evindən 90 yaşlı kişinin evində oturub mən Qur'andan yasını çernillə tuş deyərlər o vaxt, ondan köçürtmüşdüm ki, gəlib onunla oxuyayım. Yəni o dövrlər təsəvvür edin ki, bir Qur'an deyilən şey yox idi və məscidə də icazə verməzdilər getməyə. Ancaq yaşlılar gedə bilərdi. Məhərrəmlikdə də qadağan eləmişdilər ki, uşaqlar məscidə gəlməsin, falan olmasın. Yəni bir dövr idi ki, ateist bir hakimiyyətin, bir hegemon, bir ölkənin görsən bizə məcbur elədiyi, istəmədiyimiz bir həyatı yaşatdı. Amma dinimiz yenə özlüyündə qalıbdır. Xalqımızın milli, mənəvi, bütün adət-ənələrimiz yenə qalıbdır. Çünki insanları qəlbi ilə dəyişə bilməzsən, məcbur eləyə bilərsən insanları, öldürə bilərsən, amma heç bir vaxtı Allahla bağlılığı qıra bilməyəcəksən. Qur'an-ı Kərimdə Allah Teala nə buyurur? Ələm tərə kayfə fəalə rabbuka bi ashabil fil. Ey Peyğəmbər, görmədinmi ki, Allah fil əhlindən nə elədi? Onlar arxain idilər özlərinin ordularına, özlərinin güclərinə, amma Allah nə elədi? Onları zəlil elədi. Ən kiçik ordusu ilə. Bəzən Allah intiqam alır, böyük orduları məhv eləyir, kiçik bir şeylə. Öyünürlər onlar öz orduları ilə, amma Allah nə edir? Bir kiçik qarışqa göndərməklə, bir kiçik heyvanlarla göndərməklə görsün ki, məhv eləyir. Komünist rejimi bax bu cürə xalqların, necə deyərlər, kiçik bir ordusu ilə məhv oldur. Böyük SSR dövləti idi də 300 milyona yaxın əhalisi var idi, 250 milyon əhalisi var idi. Amma görürsən, xalqlardan bir neçəsi yadımızdadır, Latviya, sonra Gürcüstan, sonra biz. Görürsən, bir meydanda toplaşdıq, 10 gün təxminən orada nə elədik? Öz etirazımızı bildirdik. Meydanda mən də məsəl üçün bir həftə yad qalmışam və 20 yanvara yaxın o hadisələrin içində olmuşam, görmüşəm. Bakının küçələrində tanklar, filanlar və o Rus tankları, Ruslara biz hətta gətirib yadımdadır, keçmiş Sovetski tərəf deyirəm. Oradan keçəndə tanklar gətirib onlara gül verirdik həmin o əskərlərə. Yəni biz istəyirdik ki, onlara başa salıq ki, biz sülh tərəfdarıyıq, biz zor tərəfdarı deyilik. Bizim niyyətimiz odur ki, azadlıq, biz öz xalqımızın azadlığını istəyirik. Amma nə elədilər? Az bir insanlar ki, orada meydanda idi, görsən onun üstünə tanklarla gəldilər və bütün şəhəri qana boyadılar. Axırı nə oldu? Yenə də xalqımız öz azadlığını əldə elədi. Heç bir vaxtı bir xalqa kiçik bilmək lazım deyil. 250 milyonluq bir dünyaya meydan oxuyan SSR dövləti görürsən ki, bir Azərbaycan xalqımız orada nə qədər 1 milyon olsun ya hər nə olsun, onun qarşısında nə oldu? Mənəvi cəhətdən məğlub oldu.
oldular. O hökumət SSR Şuravi hani tarix boyu bunlar həmişə belənçinə olubdu və heç biri də dünyada qalibiyyət əldə edə bilməyiblər. Eləyə bilər. Müəyyən qədər insanları əzə bilərsən dediyim kimi. Amma xalqlar həmişə özlərin müstəqillik üçün vuruşublar, çalışıblar və bugündən sonra da olacaqdır. İnsanlar da bu cür. Biz də həmin günləri yaşadıq və keçmişdə olan şəhidlərimiz kimi ermənilərin bizə etdiyi soyqırım, bunların hamısını bizim xalqımız görüb, bu çətinlikləri görüblər. Hətta onu deyəcəydim, o əskərlər ki düzülmüşdülər, o komendant saatı deyərləri qoymuşdular. O əskərlər o 20 yanvar faciəsində axşam 19-unda dəyişildi. Yəni bunu özümüz həmin günləri yaşayanlar görüb bilirlər. Yəni nə etdilər? Stavropoldan erməni insanları gətirib əskər paltarında o tanklarla, o avtomatlarla bizim xalqımızı qırdılar. Çoxu erməni idi onların. Sonradan üstü necə örtüldü, nə oldu da o başqa məsələdir. Yəni görsən, yenə də xalqımız nəyə? Düşmənin o təcavüzünə məruz qaldı. Amma orada qanları tökülən bizim əzizlərimiz dövlətin, Azərbaycan xalqının müstəqilliyindən ötəri canından keçdilər. Qanları töküldü. Hər bir şeyin həyatda yaşaması üçün bir nəsə lazımdır. Ya pul lazımdır, ya bir nəsə. Amma azadlıq üçün yeganə insanın yaşaması üçün qan lazımdır. İstəyir özün olsun, istəyir bir dövlət üçün, Azərbaycan üçün yaşamaq üçün qan verməlisən, can verməlisən ki, azadlığı əldə eləyəsən. Həmd olsun Allaha ki, Allah bizlərə o şəhidlərin, Qarabağda olan şəhidlərin qanlarının hesabına bizim xalqımızın, bizim Azərbaycanımızın müstəqilliyini bizə bəxş elədi.